Bu maşında olanların hər birinin həyatını riskə atmaq üçün öz səbəbi var. Mən özüm Balakliya şəhərindənəm. Mənim anam işğal ərəfəsində oradan bir təhər çıxa bilmişdi. Ona görə də oradakı adamların dərdini çox yaxşı anlayıram. Mən sadəcə bilirəm ki, biz olmasaq o adamları oradan başqa heç kim çıxarmayacaq. Oradan çıxmaq şansı azdır, amma var. Onu təmin etmək lazımdır. Yevgeni və Nikolay Xarkivdən olan könüllülərdir. Zirehli maşınla hərəkət eləyirlər. Kupyanska başqa cür getmək çətindir. Oradan dinc sakinləri çıxarmağa gedirlər. Müraciət çoxdur. Adamlar əsasən öz qohumlarının çıxarılmasını istəyirlər. Yarı yolda aydın olur ki, hamını çıxarmaq mümkün olmayacaq. Bəzi evlərə yaxınlaşmaq ümumiyyətlə mümkün deyil. Şəhər ətrafında vəziyyət tez-tez dəyişir. Zirehli jilet geyinən könüllülər dronları aşkar eləyə bilən avadanlıqların köməyi ilə təhlükəli zonaya daxil olurlar. Hə, getdik, bərk dur. Tormuzlayın uşaqlar. Asinova yaxınlığında dron var havada. Yerli könüllülər bilir ki, dron mülki hədəfləri hərbi hədəflərdən ayırmır. FPV dronun kamerasından baxanda bu maşın adi pikaplardan elə də fərqlənmir. Kupyanskın girişində istənilən hərəkət FPV dronundan izlənir. Təhlükə soğuşandan sonra qrup ilk təxliyəni etməyə tələsir. Та ні, ніхто мені, я не визивала. Ну ви ж розумієте, що далі буде, ми не зможемо сюди заїжджати. Вон у нас люди чекають там, а ми туди поїхати зараз не можемо. Amma sakinlərin heç də hamısı təxliyə olunmaq istəmir. Bu qadın kimi, yaxınları onun təxliyəsi üçün müraciət etsə də evini tərk etmək istəmir. Belə də olur. Sən həyatını riskə atırsan, amma məyus olursan. Hə, məyus olursan. Həyatını riskə atırsan, kömək eləmək istəyirsən, axırda belə. Konstantinovkada belə hadisə olmuşdu. Bir nəfərin qızı video çəkib ki, ata, təxliyə olunun. Uşaqlar sizi çıxardıb birbaşa bizə gətirəcək. Biz həmin ünvana gələndə belə cavab yazıb göndərdilər ki, çox sağ ol qızım, biz burada qalacağıq. Təcrübə göstərir ki, sonradan belə adamları təxliyə etməyə onsuz da getməli oluruq. Həmin ünvanlara yenə gedirsiniz? Hə, niyə getməyək ki? Bu dəfə məyus olmuş könüllülər təhlükəsiz zonaya qayıdırlar. Hava hücumunun bitməsini gözləyib başqa ünvanlara gedirlər. Dron detektoru yenə havada dronların fırlandığını göstərir. Könüllülər çox sürətlə hərəkət etməyə məcburdur. Havada dronlar var. Səs eşidirəm. Eşidirsən? Hə, hə. Hə, hə, evə gir. Tez elə. Burada könüllülər Yevgeni və Nikolayın yolunu Lyubov Stepanovna və oğlu gözləyir. Qadın qapısını göz yaşları içində bağlayır. Каждый раз наважимся. Ну, неделю назад начали уже Капитально. А вчера так вообще день страшный был. Lyubov Stepanovnanın oğlu öz maşınında könüllülərin dalınca gedir. Özünün tək çıxması təhlükəlidir. Ağ dəsmal var, belə sarısı var. Gedər? Yox, sarı olmaz. Arxamızca gələndə məsafə saxlayın. Arxamıza dirəməyin maşını. 50 metr məsafə olsun. Maşına bəzi əşyalar da yığılıb. Plazma televizoru, ərzaq, bir də yanğın söndürən. Kənddən sürətlə çıxmaq lazımdır. Maşına Lidiya adlı sakin də minir. Könüllüləri görüb və düşünüb ki, kənddən çıxmaq üçün bu bir şansdır. Розказують же, що і привозять, і допомагають і обезпечити, і жилье, і там гуманітарки, чи що там. Оце в мене знайомі там у Харкові. Усі предлагають, їдь, не бойся, їдь, не бойся, ти не останешся одна. Təxliyə olunanların hamısını Xarkivə gətirirlər. Xüsusi mərkəzdə qeydiyyata alıb yardım eləyirlər. Lazım gəlsə sığınacağa yerləşdirirlər. Burada psixoloji yardım üçün mütəxəssislər də var. Так, а ну так, вдох. Робимо вдох. Axır vaxtlar bura daha çox Kupyansk rayonundan gələnlər yerləşdirilir. Lidiya, Lyubov və onun oğlu da qeydiyyata düşürlər. Burada könüllülər də nəfəslərini dərə bilərlər. Burada növbəti missiyalarını planlaya bilərlər. Sən təxliyə etdiyin insanların emosiyalarını görəndə
Onları orada atıb qayıda bilmirsən. Mümkün qədər daha çox insanı çıxarmaq istəyirsən. І вони були в безпеці.